Bəs cismin şaquli yuxarı atılmış cisimlər üçün kinetik və potensial enerjinin qrafiklərinə baxa bilərik. Məsələn, sabit sərbəst düşmə hərəkətindən başlayaq. Sərbəst düşmə. Yəni sərbəst düşmə halında qrafiklərindən danışaq. Cisim sərbəst düşdükdə kinetik enerjinin zamandan və potensial enerjinin zamandan asılı qrafiklərini yazaq. Cismin sərbəst düşməsi nədir? Müəyyən bir h hündürlüyündən bura yerdir. Cisim sərbəst düşdükdə onun başlanğıc sürəti sıfıra bərabərdir. Yəni kinetik enerjisi sıfıra bərabərdir və potensial enerjisi mgh-a bərabərdir. Bax, cisim buradan atıldıqda cismin sürəti getdikcə artır, potensial enerjisi isə azalmağa başlayacaq. Yəni cisim gəlib yerə dəydikdə bir v sürəti ilə yerə dəyir, v sürəti ilə. Artıq burada cismin kinetik enerjisi oldu mv kvadratı bölü 2. Amma yerə dəyən anda cismin potensial enerjisi sıfıra bərabər. Deməli, atılan andakı mgh çevrildi yerə dəyən anda kinetik enerji mv kvadratı bölü 2-yə. İndi kinetik enerjinin zamandan asılı qrafikini çəkək. Bunu necə çəkə bilərik? Bax, bu cisim aşağıya gəldiyi zaman cismin sürəti gt qanunu ilə artır. Yəni, burada mgh bərabər olacaq mv kvadratı bölü 2-yə. Burada biz kinetik enerjinin düsturunu yazsaq, kinetik enerji nə edir? mv kvadratı bölü 2-yə. Burada v-nin yerinə gətirib öz düsturunu yazsaq, mg kvadratı t kvadratı bölü 2. Burada kinetik enerji zamanla necə asılıdır? Kvadratik asılılığı vermiş olur. Bəs potensial enerjidə isə h bərabərdir. Hündürlük düsturu nə idi? T kvadratı bölü 2. Bunu gətirib qoyduğumuz zaman potensial olacaqdır mgh olacaqdır j vuraq gt kvadratı bölü 2. Bura baxdığımız zaman biz deyirik ki, potensial enerji də zamanla kvadratik asılıdır. Əslində elə deyil. Zaman keçdikcə axı cismin hündürlüyü azalır. Hündürlük azaldığından cismin potensial enerjisi də azalır. Ona görə cismin atılan anda, sərbəst düşən anda yerdən bir müəyyən hündürlüyü var. Yəni bir maksimal qiyməti var. Cisim bu maksimal qiymətindən kvadratik olaraq aşağıya düşür t müddətinə. Bunu başa düşdükmü? Yəni cismin potensial enerjisi müəyyən bir maksimal qiymətindən, potensialın bir maksimal qiymətindən zaman keçdikcə azalaraq potensial enerji sıfıra bərabər olur və kinetik enerjinin maksimal qiymətinə gəlib çatır. Sərbəst düşmədə kinetiklə potensial enerjinin zamandan asılı qrafikidir. Daha sonra isə məsələn şaquli aşağı atılmış cisimlər. Aşağı atılmış cisimlər. Şaquli aşağı atılmış cisimlərdə müəyyən bir v0 başlanğıc sürəti ilə cisim v0 başlanğıc sürəti ilə yerə atılır və bu cisim gəlir yerə bir v sürəti ilə gəlib deyir. Burada həm cismin potensial enerjisi var, yəni hündürlüyü var, müəyyən bir hündürlükdən atmışıq. Həm də kinetik enerjisi var, yəni bir kinetik enerjisi var, mv0 kvadratı bölü 2 və bir potensial enerjisi var, yəni mgh. Gəlib yerə dəydiyi zaman cismin potensial enerjisi sıfıra bərabər olur.
Kinetik enerji isə maksimal qiymət nə olur? mv kvadratı bölü 2. Burada enerji itmir. Enerji bir haldan digər hala çevrilir. Cismin ilk haldakı enerjisi necə idi? mv0 kvadratı bölü 2 üstə gələk mgh. Buradakı tam enerji bərabər olur yerə dəyən andakı tam enerji. Yəni mv kvadratı bölək 2-yə bərabər olur. Burada enerji heç vaxtı yoxa çıxmır. Enerjinin saxlanma qanunu budur. Yəni enerji bir şəkildən digər şəkilə çevrilir. Yəni potensial enerji kinetik enerjiyə çevrilir və yaxud da əksinə kinetik enerji potensial enerjiyə çevrilir. Və buradakı əvvəlki sualımızda nəyimiz vardı? Bax, kinetik enerjimiz var idi. Potensial enerjimiz var idi, çevrildi kinetikə. Burada isə həm kinetik, həm potensialımız var idi, çevrildi. Hamısı kinetik enerjiyə, potensial 0 oldu. Daha sonra aşağı atılmışa baxdıq. İndi şaquli yuxarı atılmış cismin hərəkətinə baxaq. Şaquli yuxarı atılmış cisim. Şaquli yuxarı atılmış cisim. Şaquli yuxarı atılmışda təbii ki də cisim yer səthindən müəyyən bir V0 başlanğıc sürəti ilə yuxarı atılır və gəlir yuxarıda. Onun sürəti 0-a bərabər olur və müəyyən bir h maksimal hündürlüyünə çatır. Yəni burada cismin potensial enerjisi mgh maksimum olur və burada kinetik enerjisi isə 0-a bərabər olur. Baxın, indi baxaq enerjidə. Atılan anda cismin kinetikimiz var idi. Nə qədər? mv0 kvadratı bölü 2 qədər. Bu maksimum hündürlükdə nəyə çevrildi? Sürət 0 olduğundan kinetik 0 potensiala çevrildi. Yəni başlanğıc halda mv kvadratı bölü 2 idi. Başlanğıc halda mv0 kvadratı bölü 2 idi. Çevrildi oldu mgh maksimumu. İndi buradan bax, m'lər ixtisar getsə, h maksimalın düsturu necə olacaqdır? H maksimalın düsturu olacaq v0 kvadratı bölü 2j. Bax, bizim o öyrəndiyimiz maksimal hündürlüyə qalxan cismin düsturu, bax, buradan enerjidən gələn bir düsturdur. Bizdə buradan asılılıqlar istənə bilər. Yəni, kinetik enerjinin zamandan asılılığını və potensial enerjinin zamandan asılılığını istəyə bilər. Baxın, cismin atılan andakı bir maksimum kinetik enerjisi var idi. Bir kinetikin başlanğıc qiyməti var idi. Və yuxarı qalxdıqca kinetik enerjisi azalır və maksimum hündürlüyə çatdıqda kinetik enerjimiz 0 oldu. Və sonra burada çatdıqca yenidən aşağıya doğru hərəkət olur. Düzdürmü? Bax, bura çatdı. Cisim buradan yenidən aşağıya doğru hərəkət etməyə başlayır. Bax, bu zaman cismin kinetik enerjinin düsturu necə olacaq? Baxın, cisim maksimal bir kinetik enerjisi var idi və gəldi 0 oldu və yenidən maksimal qiymətinə alır. Yəni, bu T qalxma qiymətində. Bəs potensial enerjisi necə olur? İlk anda cismin potensial enerjisi 0 idi. Getdi maksimal qiymətinə qalıqdı, yəni burada və yenidən gələrək 0 oldu, yəni kinetikə çevrildi. Bu da T qalxma müddətinə baş verir. Bax, bu şaquli yuxarı atılmış cisimlərin kinetik və potensial enerjilərinin zamanın asılılıq qrafikləri. Bir də var üfüqə bucaq altına atılmış cisimlər. Üfüqə bucaq altında atılmış. Yəni, alfa bucaq altında atılmış cisimlər. Baxın, tutaq ki, bura bizim yer səthimizdir. Burada bizim bir
M kütləli bir cisimimiz var. V sürətlə atılır. Bu cisim gəlir maksimal hündürlüyə və yenidən gəlir yer səthinə düşür. Bu nöqtəmiz bizim olsun maksimal hündürlüyümüz. Burada bəzi kəməklərimiz var. Bunlar necə olacaq? Burada sürətin iki toplananı var idi. Deməli, V, Y və üfüqi və yəni şaquli toplananlarımız. Baxın, cisim yer səthində olanda bu halda cismin potensial enerjisi sıfıra bərabər idi və kinetik enerjimiz mv 0 kvadratı bölək 2-yə bərabərdir. Yəni bu nədir? Tam enerjiyə bərabər idi. Yaxşı, gəldik maksimuma çatdıqda. Cismin üfüqi toplananı sıfıra bərabər olur. Amma burada cismin üfüqə toplananı sıfıra bərabər olmur, dəyişmir. Burada nə idisə də orada da odur. Yəni V0 kosinus alfa, burada V0 sinüs alfa idi. Burada şaquli toplananı 0 olur, üfüqi toplananın isə qiyməti dəyişmir. V0 kosinus alfa. Yəni bu sürətin minimal qiymətidir. Və burada minimal qiymətdə deməli kinetik enerjinin düsturu necə olacaq? Bax burada kinetik enerjinin minimal qiymətidir. V-nin yerinə yazdıqda V0 kvadratı kosinus kvadratı alfa bölək 2. Deməli üfüqə bucaq altında atılmış cisimlərdə kinetik enerjimiz 0 olmur. Minimal qiymətini almış olur. Bax, burada minimal qiymətini almış olur. Potensial enerjimiz isə mgh maksimuma gəlib çatmış olur. Bax, burada mv0 kvadratı, burada gətirib biz yerinə yazdıqda, bax, ilk öncə bunu demədim sizə. Bax, burada mv0 kvadratı bölək 2-də bizə nəyi verirdi? Tam enerjini vermiş olur, düzdürmü? Gətirib yerinə yazdıqda kinetik enerjimiz nəyə bərabərdir? Y tam vura kosinus kvadratı alfa. Bu tam enerjinin kinetik enerjindən asılı düsturudur. Kinetik enerjinin minimal qiymətidir. Bax, bu minimal qiymətinin düsturudur. İndi burada bu nöqtədə cismin potensial enerjisi maksimal qiymətidir. Potensialın maksimal qiymətini yazdıqda nə edir? mgh maksimum. Düzdür? Biz burada maksimal qalxma hündürlüyünün düsturunu yaza bilərikmi? V0 kvadratı sinüs kvadratı alfa. Düzdürmü? Bölə 2. Gətirib yerinə yazdıqda mg V0 yerinə yazdıqda deməli mg V0 kvadratı sinüs kvadratı alfa bölək 2j. J'lər getdimi? Qaldı. Potensial enerjisinin maksimal qiyməti nə qaldı? V0 kvadratı sinüs kvadratı alfa bölək 2. Bax, burada V0 kvadratı bölək mv0 kvadratını yenə tam yazsa, potensial enerjinin maksimal qiyməti bərabər olacaq y tam vuraq sinüs kvadratı alfaya. Bu da üfüqə bucaq altında atılmış cisimlərin tam və potensial enerjilərinin potensial enerjinin maksimal, kinetikinin minimal qiymətləridir. İndi bizdə buradan qrafiklər istənilərsə də burada yazaq. Kinetik enerjinin zamandan asılı qrafikini yazaq. Burada yazmayaq, tam aydın şəkildə yazaq. Qrafikimiz necə olacaq? Baxın, atılan anda cismin bir kinetik enerjisi var idi atılan anda.
Baxın, gətirin onu aydın. Burada yazım. Bax, kinetik enerjinin zamandan asılı qrafiki və potensial enerjinin zamandan asılı qrafiki. Baxın, cismin başlanğıc qiymətində bir kinetik enerjinin qiyməti var idi, Y kinetik qiyməti var idi. Bu nəyə bərabərdir? Y tama bərabərdir. Və getdikcə kinetikimiz azalır, amma sıfır olmur. Biz burada qeyd elədiyimiz kimi maksimum sürətdə bir minimal qiymət alır və yenidən öz əvvəlki qiymətinə qədər gəlib çıxır. Yəni burada bu T qalxmadır. Yox, T müddətidir də, belə deyək. Bildik, yəni üfüqə bucaq atılanlarda kinetik enerjimiz sıfır olmur. Potensial enerjimiz isə yer səthində sıfır, T müddətində artdı və sonradan yenidən yerə doğru gəldiyimiz zaman azalmağa başladı. Bu da üfüqə bucaq altında atılmış cisimlərin potensial və kinetik enerjilərinin zamanın asılı qrafikləridir. Əsas burada qarışdırdığımız kinetiklə kinetik enerjilərə baxaq. Şaquli yuxarı atılmışda kinetik enerjimiz sıfır olur, amma üfüqə bucaq altında atılmış cisimdə isə kinetik enerjimiz sıfır olmur. Bir də digər onu da yaz qeyd edək. H hündürlükdən üfüqə atılmış cisimimiz var. H hündürlükdən üfüqə atılmış. Bunun şəkli necədir? Müəyyən bir hündürlükdən cismimiz atılır. H hündürlüyündən 1 V0 başlanğıc sürəti ilə. Və cisim buradan atılır, gəlir, yer səthindən hər hansısa bir nöqtəyə düşmüş olur. Yer səthinə düşmüş olur. İndi bu cismin atılan anda bir sürəti var. Həm də yerdən bir hündürlükdə olduğuna görə həm potensialı var, həm kinetik enerjisi var. Yəni mv 0 kvadratı bölü 2, həm də kinetik potensial enerjisi var. mgh var. Gəlib yerə dəydiyi zaman cisim tam yer səthində olduğu üçün bir v sürəti olur. Potensialı 0-a bərabər olur. Yəni mv kvadratı bölü 2-yə çevrilmiş olur. Bu da müəyyən hündürlükdən üfüqə atılmış cismin enerjisini saxlama qanununun ifadəsidir. Bunu da bu şəkildə yaza bilərik. Bir önəmli hissəsi isə çevrə üzrə hərəkətdə kinetik və potensial enerjinin dəyişməsidir. Tutaq ki, burada bir çevrəmiz olsun. Bunu 4 bərabər hissəyə bölək. Bunlar bizim radiuslarımızdır. Bura yerdir. Bax, cisim bu nöqtədədir. Burada V'dir. Bura V'dir. Burada V'dir. Yəni, bax, cisim bu nöqtədə də olacaq. Burada, burada və buradadır. Cismin yer səthindən başladısa da, burada zaman perioda bərabər. Cisim yer səthindən başlayıb təkrar yenidən bu nöqtəyə gəlirsə də sərf olunan zaman bizim dövrətmə perioduna bərabər zamandır. Burada cismin zaman deməli 4/1 perioda bərabərdir. Buradakı zaman yarım perioda bərabərdir. Buradakı zaman isə
4/3 periyoda bərabərdir. Burada çevrə üzrə bərabər sürətli hərəkətdə sürətin modulu sabit qaldığından kinetik enerjisi də sabit qalacaq. Çünki kütlə də sabitdir, sürət də sabitdir. O zaman kinetik enerjisi də sabit qalacaq. O zaman kinetik enerjisinin dəyişməsi çevrə üzrə hərəkətdə dəyişməsi sıfıra bərabər olur. Kinetik enerjisi sabit olur, dəyişməsi isə sıfıra bərabər olur. İndi potensial enerjinin dəyişməsinə baxsaq, məsələn, cisim tam periodda yer səthində deyilmi? Yer səthində sıfır səviyyəsidir. Potensial enerjimiz nəyə bərabər olacaqdır? Yerdən olan hündürlüyümüz sıfıra bərabər olacaq. Potensial enerjimiz sıfıra bərabər olacaq. Deməli, periyoda bərabər müddətdə potensial enerjimiz sıfıra bərabər olur. Və 4/1 periyodda bax burada olur. Buradan yerdən olan məsafə bu məsafə deyilmi? Bura necədir? R-dir. Deməli, zaman periyodun 4/1-də potensial enerjimiz mg, h-ımız neçə idi? R-ə bərabər olur. Zaman periyodun 2/1-də. İndi burada necə olacaq? Burada yerdən nə qədər hündürlüyə gəlir? R, yəni 2R. O zaman potensial enerjinin dəyişməsi nəyə bərabər olacaq? mg 2R yazdıqda 2mg olacaq. Və bura gəldikdə, yəni zaman periyodun 4/3-ünə bərabərdə potensial enerjinin dəyişməsi mg olacaq. Baxın, buradan olan hündürlük elə radiusu verir. Bunu yer səthinə nəzərən götürürük. 4/1-də mg, 2/1-də 2mg olur. 4/3 periyodda isə mg-ə bərabər olur. Yəni yer səthində sıfıra bərabər olduğundan biz əvvəlki halda, yəni potensial enerjinin dəyişməsi odur ki, yer səthində və müəyyən hündürlükdə və ilk haldakı potensialımız sıfır olduğundan müəyyən bir hündürlükdəkindən yer səthindəki sıfırı çıxdıqda potensial enerjinin dəyişməsi bu qiymətləri vermiş olur.